Deyək ki, mətn 330 simvolluq əlifbada yazılıb. Bizdən simvolun sayını soruşur, düzdürmü? Simvolun sayını bilmirəm, simvolun sayını x qoyaq. 330 simvolluq əlifbada bir simvol 9 bitdirsə, deməli mənim də x dənə simvolum varsa, burada olur 9x. 77 simvolluq əlifbada isə bir simvol 7 bit olur. Çünki 128-ə yaxındır da. Bu da olur 7x. Deməli 9x-dən 7x-a düşəndə yazıram 9x çıxılsın 7x 22.5 bayt azalıb. İndi 22.5 baytı da bitə çevirmək lazımdır. 22.5-i də 8-ə vursam nə qədər eləyər? 8 5-im 40, 181. 180 eləyir. 16 180. Deməli 2x bərabərdir 180-ə. X-i tapıram 90. Deməli, mənim 49. 90 dənə simvolum var imiş. Sonra deyir ki, bu Unicode standartında yazılıb. Unicode standartında bir simvol 2 baytdır axı. Onda bunu təzədən bir də 2 bayta vuranda deyəcək 180 bayt. Deməli, burada olacaq B variantı. Aydındır. Bəli. 100 simvoldan ibarət olan mətn yaddaşda 50 bayt yer tutur. 50 bayt 400 bit eləyir də. Əgər mənim 100 simvolum 400 bit yer tutursa, o zaman bir simvol x qoyaram. X-i taparam. Nə qədər? 4. Bir simvol 4 bitdi. Əlifbanın gücü deyəndə bunu da 2-nin qüvvətinə qaldırıb 16. 16. Bəli. Burada da cavab oldu 16. 20% arxivləşdirilən sənədin arxivləşdirmədən sonra həcmi 160 kilobayt idi. Deməli, müəllimlər, arxivləşdirmə ilə bağlı sual iki cür düşə bilər. Arxivləşdirmədən Müəllim, arxivləşdir əvvəl bir də sonra. bəli. Sonrakını deyirsə, bu Müəllim, 80 götürürük də ona. ədədin faizinin tapılmasıdır. Əvvəldə isə faizinə görə ədədin tapılmasıdır. 20% gedib 160 kilobayt qalıbsa, o zaman mən yazıram ki, 80 faizi 160 kilobaytdırsa, deyək ki, bəs onda 100 faizi neçə kilobayt imiş? X kilobayt. X-ə tapmaq üçün də deməli 160-ı vururam 100-ə, bölürəm 80-ə. Bir dəfə, 200 iki dəfə, kilobayt. bəli, bu da eləyir 200 kilobayt. A variantı. 16-lı say sisteminin 4 rəqəmli ədədi yaddaşda tutduğu yerə 8 say sistemi rəqəmi yerləşir. Deməli, 16-lı say sistemin bir rəqəmli ədədi 4 bitdir. 4 rəqəmli eləyir 16 bit. 8-li say sistemin isə bir rəqəmli ədədi 3 bitdir. Deməli, 16 bitin içində 3 bit neçə dəfə düşər? 5 dəfə düşər. Cavab olur 5. 6 dəfə yerləşmir axı. 6 dənə olsa 18 bit eləyər. Amma bizdə 16 bit boş yerimiz var axı. 3 dəfə düşər, 1 bitlikdə boş yerimiz qalar, o da qaldı boş. Nə aydın deyilsə müəllimlər, deyin, yenidən izah edin. Yani indiki bir de değil. İndiki. 16-lıq say sisteminin bir dənə rəqəmi 4 bitdir. Yəni 0-dan F-ə qədər. 16-lıq say sistemində hər bir simvol standart 4 bitə bərabərdir. 8-li say sistemi isə hər bir simvolu 3 bitdir. İkili say sistemi isə hər bir simvolu 1 bitdir. Amma onluqda elə deyil. Simvola görə dəyişir. Yəni necə olur? Əgər ədəd 2-nin qüvvətinə yazılırsa, onun yaddaşda tutduğu yer özündən qüvvətdən bir vahid artıq olur. Yox, yazılmırsa özündən sonrakının qüvvəti qədər olur. Məsələn, onluq say sistemində verilən 16 ədədi kompüterin yaddaşında 5 bit yer tutacaq. Siz 16-nı ikili say sisteminə çevirsəniz, 5 rəqəmli bir ədəd alacaqsınız. 128-i çevirsəniz 8 rəqəmli ədəd alacaqsınız. 2 üstü 7 eləyir, bir vahid artıq. Amma 2-nin qüvvətinə yazılmayan bir ədəd olarsa, məsəl üçün 49. 49 nəyə yaxındır? 64-ə 6 bit eləyir. Yəni 10-luq say sisteminə verilən 49 ədədini çevirsəniz ikili say sisteminə, ümumi sayı 6 dənə olan 0-1 alarsınız. Neçəsi 0, neçəsi 1, indi ona belə şifahi deyə bilmirəm, amma 6 dənə olur. Amma 16-lıq say sistemi bir simvol 4 bitdir. Yəni 0-a da 4 bit ayırır, ən böyük olan F-ə də 4 bit ayırır. 8-li say sistemi isə bir rəqəmi 3 bitdir. 16-lı say sisteminin 4 rəqəmli ədədi hərəsi 4 bitdən 16 bit eləyir. 8-li say sistemi isə bir rəqəm 3 bitdir. Deməli 16 bitin içində 3 bit neçə dəfə yerləşər? 6 dəfə yerləşməz, 5 dəfə yerləşər. Cavab olacaq 5. Aydındır? Bəli. Aha, 17 səhifədən ibarət elektron sənədin sonuncu səhifəsi nəzərə alınmadı. Yaxşı, sonuncu səhifənin nəzərə alınmadı.
16 səhifə qaldı. Deyir ki, 8-i tək, 8-i cüt. bəli, 8-i tək, 8-i cüt. Əvvəlcə yəni təkləri tapaq. Təklərdə nələr var, cütlərdə nələr var? Təklərdə deyir ki, 32, 2 üstü 5 vurulsun 64, 2 üstü 6 nöqtə və 75 rəng çaları varsa, bu da 7 bitdən kodlaşdırılır. 7 bit. Buradan yazaq. 2 üstü 5 vurulsun 2 üstü 6, o da vurulsun 7. Həlim səhifəni vurmuruq orada. Nəyi? Tək səhifəni vurmuruq. Vururuq. 2 üstü Bəli, o da 8-i. vurulsun, bəli, 2 üstü 3-ə. Çünki bir səhifədə bu qədərdir. Axı bizim 8 səhifəmiz var. Bu da 2 eləyək. üstü 14 vur 7 7. vurulsun 2 üstü 14. 14. Bəli, bitlə aldıq. Bunu da 2 üstü 13-ə böləndə qaldı 2 üstü 1. Deməli 14. 14. 14 kilobayt aldıq. Cüt səhifələrdə nələr var? 70 simvol, 2 əlif, üstü 5, 128 simvol, 2 üstü 7, səhifəmizin də sayı 8-dir. Vursun 2 üstü 3, 70 simvolu əlifba deyirsə, 70 simvolu əlifbadırsa, bu da olur 7 bit. 7 bit. Bəli. Bu da eləyəcək ki, 7 vurulsun, 2 üstü 12, 15. Bu da 28 kilobayt edir. Bunu da 2 üstü 13-ə böləndə 7 vurulsun 2 üstü 4, 2 üstü 2, 4. 28 28 kilobayt. Sonuncu səhifəsində isə mətn və qrafik informasiyanın 2 misli. Yəni 14 ilə 28-in 2 misli nə qədər eləyir? Cəminin 2 misli deyir də. İnformasiyaların 2 misli. Əslində cəminin 2 misli yazılmalıdır. 14 ilə 20 42-ni 2-yə vuracaq. 84. 84. Deməli bizim ümumi nə qədər oldu? 14, 28 və 84 kilobaytlıq məlumatımız oldu. Bunların da cəmi 4, 8, 12 bir yadda. Yox, 12 bu da 4, 16 bir yadda. 126. 8, 11, 12. 126 kilobayt oldu. Onda 4 kilobit saniyə. Sürəti kilobitlə deyilir, bu kilobaytdır. Aha, bəli. Onda biz bunu Orada tapmaq üçün 126-nı 8-ə vurmalıyıq. böləcəyik 4-ə. Bölməliyik 4-ə. Bir dəfə, 2 dəfə. 126-nı da 2-yə vuranda eləyər 252. 52 saniyə. Amma neçə dəqiqə deyirsə, burada deyəsən elə bu sual edir. Sualın biri səhvdir. 252-ni də bölsəm 60-a, hə yox, düzdür bu. 4-12 dəqiqə eləyir. 4-12 dəqiqəni istəyir axı. Bu da oldu. Bu var ya. Mənim bu 252 idi. 252 tapdıq da, elə tapmadıq. 252 saniyə 4,2 Amma dəqiqə. neçə dəqiqə deyir axı? 60-a da böldük. Hə, saniyə çevirir. Bəli. Sonra sürəti 4 kilobit saniyə olan modemlə bütün məlumatın ötürülməsinə 128 saniyə vaxt sərf olmuşdur. Deməli 2 üstü 2-ni vuracam 2 üstü 7-yə. Deməli burada 2 üstü 9 kilobit informasiya var imiş. 2 üstü 9 kilobit. Düzdürmü? Deyir bundan 8 dəfə böyük. 8 dəfə Mənim böyük. onu vuracaq 8-ə. Bəli, vuracaq. Eləyəcək 2 üstü 12. Düzdürmü? Onu da böləcəyik. 2 kilobayt saniyə. Bayt Bu kilobaytdır. Bu 2 üstü 12 Bayt bit çevirmək. axı. 2 üstü 12 kilobiti də kilobayta çevirmək üçün 2 üstü 3-ə bölmək lazımdır. 2 üstü 3-ə böləndə 2 üstü 9 qalır. Düzdürmü? 2 üstü 9-u da 2-yə böləndə qalar 2 üstü 8, o da eləyər 256. B variant. Aydın olmazsa bir də izah edeyim. Tez-tez deyirsən mənim. Bir də təsvir izah edeyim. Hə. Tez-tez deyirsiniz, başa düşmək olmur. Baxın. Surəti 4 kilobit saniyə yazıram. V bərabərdir 4 kilobit saniyə. Zaman T'dir. 2 üstü 7 saniyə. Əvvəlcə gəlin həcmi tapaq. Həcm də Q bərabərdir VT-də axı düzdür. VT-dir. 4 kilobit saniyədə 2 üstü 7-yə vuracaq. vuracam 2 üstü 7-yə. Bu da eləyəcək 2 üstü 9 kilobit. Bax, nə aydın olmazsa deyin. Bu bizim həcmimizdir. 2 üstü 9. Bundan 8 dəfə böyük deyirsə, deməli, bundan 8 dəfə böyük 8-ə vurmaq lazımdır da. Vuracaq 2 üstü 3-ə. Bəli, vurduq 2 üstü 3-ə. Eləyəcək 2 üstü 12. Bundan 8 dəfə böyük informasiya 2 üstü 12 kilobit eləyir. Bunu da
Sürəti 2 kilobit, kilobayt saniyə olan printerlə modem götürəcəm. Yəni Q-miz bərabərdir 2 üstü 12-yə, V-miz bərabərdir 2 kilobayta. Biri kilobitlə verib, birini Bəli, T kilobaytına bərabərdir çevirəcəyik. suala. T-ni tapmaq üçün düstur necə idi? Q-nü V-yə bölmək lazımdır. 2 üstü 12-ni kilobiti, bu kilobitdir. Bölmək lazımdır kilobayt 2-yə. Amma iş burasındadır ki, bu kilobiti də kilobayta çevirmək lazımdır. Kilobiti kilobayta çevirəndə, baxın, kilobit, Biti bayta kilobayt. çevirəcəyik. Birinci hissəsi eynidir. Biti sadəcə olaraq bayta çevirək. Biti bayta çevirmək üçün də bunu 2 üstü 3-ə bölsək çevrilir. Yuxarıda qaldı 2 üstü 9. Aşağıda qaldı 2. 2 üstü 9 da 2-yə böləndə düşür 2 üstü 8. 2 üstü 8-də nə qədərdir? 256. Yəni 4-ü 128-ə vurduq. Alınan cavabı 8-ə vurduq. Onu 8-ə bölüb 2-yə böldük. Yəni 8-ə vurmağa heç ehtiyac yoxdur. Zaten onsuz da bölürdük də 8-ə. Mətn ASCII əlifbasından Unicode əlifbasına keçən zaman həcmi 400 bit artmışdır. Mətn 400 bit artmışdırsa, baxın, bu 400 bit Müəllim, bunu belə deyirik də, onda x götürəcəyik, onu da 2x götürəcəyik, artı keçən zaman üstə gərək olacaqdır. Bərabərdir 400. baxın müəllimlər, bu Burada tip 86 suallar simvol əlifbada yazılıb. müəllimlərin ən çox ilişdiyi suallardır. Baxın, Simvolun fərqi olmur axı müəllim. ASCII-dən Unicode'a, Unicode'dan ASCII-yə keçən zaman Keçəndə dəyişmir, Unicode-dan keçəndə dəyişir, nəzərə alınır. ASCII-dən Unicode'a neçə bayt artıbsa, ASCII-dən Unicode'a keçən zaman demək simvol sayı o qədərdir. Unicode-dan ASCII-yə keçəndə neçə bayt azalıbsa, deməli o qədər simvol var. Vəssalam. Bax belə yadda saxlayaq. Məsələn, deyilsə ki, ASCII-dən Unicode-a keçən zaman həcmi 100 bayt artıb. Deməli 100 dənə simvol var. Vəssalam. Unicode-dan ASCII-yə keçən zaman 78 bayt azalıb. Deməli 78 simvol var orada. Axı özü qədər artır, azalır. 2 misli qədər. İndi bu 400 biti də biz əvvəl bayta çevirək. Yəni 400 biti bayta çevirəndə deməli ASCII-dən Unicode-a keçən zaman 50 bayt artıbsa orada 50 simvol varmış. 50 simvol varmış. İndi 50 simvolu da 86 simvolu əlifbada yazanda 86 simvolu əlifbada bir simvol nə qədərdir? 7 bit. 7 bit. Deməli 50-ni vurmalıyam. 50 simvolum var axı 7 bitə. Elədi nə qədər? 350 bit. 350 biti də deyəsən bu sualda hansısa sualın Müəllim, burada t-ni tapanda həcmi də Hə. böləcəyik sürətə. bunu da bölməliyəm bitləndə. Baxın 0.625 bayta. İndi bu 0.625 baytı gəlin 8-ə vuraq, elə bunu da bitə çevirək. 1000-625-i 8-ə vuranda elə 5. Deməli bunu 5 bayt. 5-ə böləndə nə qədər simvolu, deməli nə qədər hesab etmək üçün neçə saniyə lazımdır? 70 saniyə. Bax bu sualla, bax bu sualı deyirdim. Baxın. Mətn üzərində əvvəlcə end yox. Control end olmalıdır. Bax burada nəsə bu kopyalayıb yapışdıranda mən yəni belə uşaqlar üçün hazırladığım sınaqdan kopyalayıb yapışdırmışam da normalda. Nəsə o hissə düşməyib. Əvvəlcə control end. Sonra isə baxın control end eləndə nə olacaq? Kursor Sonuna aparacaq sənədin sonuna. Hmm. Kursor sənədin sonuna aparandan sonra delete nə iş görür? Kursordan sağdakını silir, düzdürmü? Axı kursordan sağda heç nə qalmadı. İstəyirsən 4 dəfə yox, 104 dəfə də delete vur, heç nə olmayacaq. Bax, bu çaşdırmaq üçündür. Backspace isə sola siləcək. 2 dəfə silib 12 bit azalıbsa, deməli onda simvolun biri 6 bit imiş də. Simvolun 3 üstü 6 64 də müəllim bəli, orada. simvolun biri 6 bit imiş. Onu yazmışdım. Onda əlifbanın gücü 2 üstü 6 64. Amma end olanda düzgün gəlmir də. Yəni control end olmalıdır müəllimlər. Control end olmadı. Orada Yo, kopya mən bilmirdim bu sınaqda. Dünən buradan o birinci sual idi. Bu 8-ci, 9-cu suallar idi. Bunları mən atmışdılar. burada da Müəllim hardan Bir atmışdı sizə? yazmışdım. mən qruplara atmışdım. Control home olur müəllimlər burada. Home yox, control home. Control home olanda kursoru aparır sənədin əvvəlinə. Sənədin əvvəlinə aparanda çünki backspace Dörd dəfə- olmur. Onda Çünki o silinmişdir. onda 4 dəfə delete 12 bit azalıbsa
4 dəfə delete vurmuşam, 12 bit azalsa, deməli hər vuranda 3 bitli simvol silmiş. 8 Simvolun hə. üstü. Əlifbanın gücü onda 2 üstü 3 8. Amma yenə deyirəm, bak, Düzəlmiş. kontrol home olanda alınmır. Çünki home tutaq ki, home aparar sətrin əvvəlinə. Tutaq ki, bax buradadır, aparır sətrin əvvəlinə. Mən vursam gəlib buradan siləcək. Onda belə olmalı idi ki, məsələn, bir sətirdən sənət bir sətirdən ibarətdir. Onda düz olardı. Bax bunu mən kopyalayıb yapışdıranda o söz nəsə düşməyib orada. Fikrimi izah edə bildim? Orada amma müəllimlərdən biri onu hesablamışdı. 4-ü də 2-ni də. Mən də onu deyirəm, mən də dedim ki, tutaq ki, bu əvvəldədirsə, bu delete nə qədər vurursan vur da. Bu sağ tərəfdə heç nə yoxdur ki, istəyirsən milyon dəfə vur, olsa Yox, heç indi nə silmir. control Yox, home əvvəldə olanda yox, sonda olanda. olanda Delete Yox, en 8-ci basanda. sualı, 8-ci kontrol sual. end olmalıdır da müəllimə. Məsələn, tutaq ki, Bəli, bəli. tutaq ki, məsələn, kursoru apardı. Amma belə də yazma olar ki, kursor sonuncu sətirdədir. Hə, onda olardı. Məsələn, kursor bu sətirdədirsə, mən end vurdum, gəldi düşdü bura, düzdür? İndi sağı delete vuranda buradan yoxdur, bu gəlib buradan siləcək də. Yəni o xırdalıqlara fikir vermək lazımdır. Bəli. Ya yazılmalı idi ki, kursor sonuncu sətrin, məsələn, sətirdədir. Hə, onda end yox, yenə də sonuncu sətirdə olsa belə yuxarıdan siləcək. Birinci sətirdədirsə, hə, qaldırırsa endi yuxarıdan silməyə bir şey qalmır. Ya da kontrol olmalıdır orada. Kontrol olmasa düzgün gəlmir. Mətn 5 simvolu əlifbadan 115 Müəllim, simvolu. bunu belə yazacağıq, müəllim. 2, 9, 2 çıxılsın. 7x bərabərdir 70. Burada x-i tapacağıq. Bəli. 500 simvolu əlifbada bir simvol 9 bitdir. Mənim də x dənə simvolum var, eli 9x. 115 simvol əlifbada bir simvol 7 bitdir, 128-ə. 9x-dan 7x-a keçəndə 70 bayt azalıb, yəni 560 bit eləyir, azalıb. İndi bunu belə eləyə bilərik. Ya 9x-dan 560 çıxıb 7x-a bərabər eləyək. Ya 7x-in üstünə 560 gəlib 9x-a bərabər eləyək. Ya da 9x-dan 7x çıxaq 560-a bərabər eləyək. Bu da eləyəcək 2x bərabərdir 560, x bərabərdir 180. Burada 180, 280. 280 Müəllim, 560 hardan aldıq? 70 baytı bitə çevirdim müəllimə. Hə, oradan. Deyirəm mən, hə. Aydın olmazsa bir də izah edeyim. Yox, müəllim, sadəcə olaraq onu Vahidin bir gün nəzərə almamışdım, ona görə soruşdum. Hə, Teyyuba görə sınaq imtahanında dinləmə qurğusunda problem olduğu üçün o ingilis dilini zəif yazmışdır. Aysun isə qurğuda heç bir problemin olmadığını dedi. Burada informasiyanın hansı xassəsi pozuldu? Obyektivlik pozuldu. Yəni şəxs Obyektivlik. bəli, sadə sualdır. Teyyub belə düşünür, amma Aysun da o imtahanda iştirak edib, o da Teyyubla razılaşmır. Sürəti 4 ppm olan, baxın, bunu çox müəllimlər yaza bilmədi. Deməli, printerin 3 növ var da, matrisli, şırnaqlı, lazerli. Matrisli printerin Mən buna çap sürəti 1 saniyədə çap olunan simvolların sayıları GPS vahididir. Şırnaqlı lazerli də 1 dəqiqədə çap olunan səhifə sayınadır. 4 ppm page per minut. Sürəti 4 ppm-dirsə, deməli bu printer 1 dəqiqədə 4 səhifə çap edir. 8 dəqiqə işləyibsə, deməli mənim sənədim 32 səhifə. 32 səhifə. İndi biz Müəllim, o qarşındakı 4-ə nəzərən götürülür. hə, bəli, bəli. 4 ppm, yəni 1 dəqiqədə 4 səhifə çap eləyər, o deməkdir. Vahididir də. 8 dəqiqə çap gedibsə, işləyibsə, deməli 32 səhifə çap eləyər. İndi mənə nə lazım? Simvolun sayını tapmaq üçün həcmi, yəni 4 megabaytı, 4 megabaytı 202, vurulsun 220 kimi yazaq da, düzdür? Böləcəm nəyə? Səhifənin sayını tapdım 32, yəni 205. Sonra simvol sayı 128, 207, askı desə 1-ə vurdum. Yuxarıda elədi 222, aşağıda elədi 212. 222-də 212-yə böləndə 210 düşər. Bu deyilər 1024. Deməli, burada 1024 dənə simvol varmış. Mən Aydın. yerini dəyişeyim. Mən müəllim bunu yazmışdım, amma elə yox. 2 üstü 7-ni 2 üstü 5-ə vurub 2 üstü 20-yə bölmüşdüm. Ehtiyac yoxdur. Orada x bölünsün. Cavabı da 4-ə bərabər eləyib hesablamışdım. Mən elə Hə, yazmışdım. həcmi ilə sənin yerini dəyişmisən. Hə. Baxın, klaviaturadan X hərfini daxil etdikdə prosesin ilk 4 doğuna siqnal getməmiş.
Siqnalın getmədiyini sıfırla götürürük. 1, 2, 3, 4. Sonrakı 5 oyluğuna siqnal gedibsə, bu da 1-dir də. Siqnalın olması 1 olmaması 0. Mənim siqnal getməmiş deyirik. Hə, üzr istəyirəm, qarışdırdım. Siqnal getmiş. İlk 4 oyluğuna siqnal getmiş. Getmiş. 1, 2, 3, 4. Sonrakı 5 oyluğuna getməyib. 1, 2, 3, 4, 5. 3 oyğuna yenə siqnal gedib. 1, 2, 3. 4 oyğuna siqnal getməmişdi. 1, 2, 3, 4. İndi bunu da çevirəcəm 8-li say sisteminə. 2-likdən 8-li say sistemi sağdan sonra 3 sayacağım. 1, 2, 3. 4, 2, 1. Bəli, 1, 2, 3. 1, 2, 0, 3. 0. 1, 2, 3. 1, 2, 3. Üstünə də 4, 2, 1 yazsaq. 4, 2, 1. 4. Mənim axı bir qaldı. 4 ayırdınız onu. Hə, yaxşı. 4, 2, 1 burada olur. 4, 2, 1. 4, Qabağına Əvvəldən da 1 tutdu. götür də. 4, 2, 1. Onu da qabağın 3 dənə 0, 2 dənə 0 atma olsa silədik də. Burada 1 qaldı. Burada 7 qaldı. Burada 0 qaldı. Burada nə qaldı? 1 qaldı. Bu getdi. 4 dənə 1, 2 6, 0. 6, 0. 170, 160. 170, 160 B variantı. Maraqlı sualdır. Bu sual mənə rast gəlməyib ümumiyyətlə bu test O toplarında. mənim ağlıma hardan gəlib, heç üzülmürəm. Həm siz yaratmısınız sualları. Bəli, mənim testimdə. Hə, deyirəm də bu sual mənə, məsələn, mən kodiriyə də baxıram, dimə də baxıram da, ümumiyyətlə bu mənə rast gəlməyib. Ola bilsin mən nəsə texniki səhv edərəm. Siz mənə deyin, cavabı səhv götürərək. Axırda öz sınavımı düzgün yazanların biabırçılığı olar. Həcmi 40 kilobayt olan faili kompüterin yaddaşına yazan zaman 2 kilobayt itkiyə yol verilir. Deməli, bu 42 kilobayt yer tutub. Bu fail neçə klasterə yazılmışdır? Deməli, 5 klasterə yazılmayıb. 5 klasterə yazılsa, 5 kilobaytlı klasterə. Hələ burada klasterin ölçüsü verilmir də. Hə də elə klasterin ölçüsünü istəyir də bizdən. Mənim 6. 6. Çünki 40 öz həcmidir. Çünki tam ödəməlidir də içində. Deməli 5 yazılsa, deməli Yerdə 40 qalır. kilobaytlıq 5 klaster tam da olar da, heç şey olmaz. 6 olur da bu. Çünki 6 yazılanda 7 klaster ayıracaq axı bizə. Düzdür? Bəli. 8 kilobayt olsa 5 kilobayt, 5 klaster bəs eləyər. 9 da olsa 40-ı 9-a deməli 5 kilobayt itkimiz olar da, 45 olar axı. Amma 2 kilobayt itkiyə getməz. Simvol sayı 256, sətir sayı 64. Deməli 2 üstü 8, 64 səhifəsi 2 üstü 6. 2 üstü 6, 16 2 üstü 4, 40 simvollu əlifbası bir simvol 6 bit olur, düzdürmü? 6 Bəli. bit. Gəlin bunu əvvəlcə kilobayta çevirək. Çünki bizim klasterimiz kilobaytda, axı 13-ə böləndə düşür 6 vurursa 6-nı parçalamağa ehtiyac görmədim. 8, 6, 14, 18. 2 üstü 13-ə də bölək. Bu da bitdir də, düzdür. Bu da eləyəcək 6 vurulsun nə qədər? 32. 32. 6-nı da 32-yə vuranda 192. 192. Failin həcmi 192 kilobayt. 5 kilobaytlı klasterə yazılıbsa 192 5-ə böləndə Böl 5. nə qədər düşür? 192-ni 5-ə böləndə yazmaq üçün 192-ni də 5-ə böləndə 39 klaster. 39-a 195 olar. Deməli, diskdəki failin həcmini müəyyən edin, yəni diskdəki həcmini müəyyən edin də 195 olacaq. 3 kilobayt itkiyə getdi orada. Aydındır? Yox, aydın olmadı mənim. Əvvəlcə vurduq, bunu tapdıq müəllimə. 256, 208-dir. Mənim sonum başa düşmədim. 2 üstü 6-dır. 16, 2 üstü 4-dür. Bu da 6-dır. Bərabərdir. 6 vurulsun. Mən onun başa düşdüm orası. Aha, Mən bir dəqiqə. sonrasını başa düşmədim. O 192-dən 195-ə keçdicə onu. 192 kilobaytlıq faylı 5 kilobaytlıq klasterlərə yazanda neçə klaster? Onu bildiyim mənim. Onu 38 tam onda neçə oldu? Onu 39 götürdünüz də tam dolması üçün. Bəli. Ha, sonrakini başa düşmədim 195-i. 39 klaster normalda nə qədər yer tutardı? Mənim 39-u 5-ə vuranda neçə eləyir? 195. Hə, indi başa düşdüm. Bəli.
192 kiloqram meyvə yığmısınız, 5 kiloluk qablara yığırsınız. 38 qab azda 39 qaba yerləşəcək. Axırıncı qabda olmayacaq. Və sonra yığandan sonra fikirləşirsiniz ki, kaş bu da dolardı da. Məsəl üçün tam olanda nə qədər olardı? 195 kiloluq yerə mən 192 yığmışam. 3 kilobayt itkimiz var. Amma bizdən itkini soruşmur da. Yaddaşda tutduğu yeri soruşur 195. Aydın olması bir izah edeyim. Yox, olmur. İnformasiya şəbəkə ilə ötürülməzdən əvvəl həcmi 20% artır. 80 megabayt ilkin həcmidir. 20% də artacaq. Olacaq 96%. Düzdürmü? 96 megabayt. 80-in 20%-i 12 eləyəcək. 16 megabayt olacaq. 96. 96 megabaytı 2 megabit saniyə olan modemlə ötürülürsə, Bəli, bir dəqiqə. Orada 20% artır deyir. İnformasiya şəbəkə ilə ötürülməzdən əvvəl onun həcmi 20% artır. Hı -hı. 96 hardan 120% aldın? 80 olan ədəddir də. 120% 80. Ədəd ilkin həcmi 80 megabaytdır. 20% də artır. 80-in 20%-i 16. Onda 120 olur. 100 Yox, idisə. 80-in 20%-i 16 olur. 16 gəlir 80-in üstünə də. Elə bir Hə, şey, 80-in 20%-ni tapırıq da. bankdan elə bir şey 80 manat pul götürmüsünüz. Deyir ki, bir aydan sonra 20% artımla qaytarırsınız. Üstünə 16 manat qoyub qaytarırsınız da belə. Oldu 96. 96 megabayt. İndi bunu da 2 megabit saniyə sürəti ilə ötürülən nə qədər ötürüləcək? 10 böləcəksə Yəni, müəllim. bunu böləcək 2-yə. Amma burada bir məsələ var ki, bu megabaytdır, bu megabitdir də. Bunu təzədən bir də 8-ə vurmaq lazımdır. Düzdürmü? 8-ə vuranda Bəli. bir dəfə, 4 dəfə. 96-nı da 4-ə vuranda 4 6 24. 2 adda 4 9 36 2-də 38. 384. 84 saniyə. Amma bizdən neçə dəqiqə deyirsə, bunu da 60-a bölmək. Ha, burada səhv bir şey. Sualda səhvlik var. 384-ü də 60-a böləndə 6.4 düşür. Mən niyə bunu 3.2 götürmüşəm? 6.4 bu sual problemlidir. Bu suala görə əziyyət çəkən hər kəsdən üzr istəyirəm. Nəsə burada texniki səhv eləmişəm. 3.2 yox, 6.4 olmalıdır. Mən görmüşdüm qruplarda müəllimlər burada sualın üstündə qırğın edirdilər. Yəni mənim səhvimdir. Nəsə texniki səhv eləmişəm də 3.2 yox, 6.4 olmalıdır. X simvolu əlifbada yazılan mən tələbəyəm sözünün yaddaşdakı həcmin üzərinə 2 bit gəldikdə 10 bayt elədi. Yəni 80 bayt eləyib. Deməli o 2 biti gələndə 80 bayt eləyib, 80 bit eləyib. Deməli onda mən tələbəyəm Müəllim 10 bayt yazdı bax ora. 10 bayt 80 bitdir də müəllimə. Hə, müəllim. Deməli Hə, 80 mən tələbəyəm sözü özü 78 bit imiş də, düz deyil? Mən tələbəyəm sözü 78 bit imiş. 2 bitdə Bəli, bəli, bəli. 80 eləyib. İndi mən tələbəyəm sözü 78 bitdirsə, bir simvol nə qədərdirsə 78-i bölməliyəm mən tələbəyəm sözündəki simvol sayını. Nə qədər olur orada? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. 13. 78-i də 13-ə böləndə 6. Deməli bir simvol 6 6 düşür. əlifbanın gücünü deyirsə 2 6 64. 60. Yazılı. 28 simvol əlifbada 60 simvolluq mətn yazılmışdır. 28 simvol əlifbada bir simvol 5 bit yer tutur. Düzdürmü? 60 simvol 300 bit tutacaq. 300 bit. 1018 simvol əlifbada isə bir simvol 10 bit tutur. Deyir ki, 300 biti 10 bitlik olsa, yəni 10 bitlik əlifbada yazsa neçə simvol yerləşər? 30 dənə. Aydındır? 28 simvol əlifbada bir simvol olur nə qədər? 5 bit. 32-yə yaxınlaşır. 60 simvolumuzda biri 5 bitdən 300 bit. 1018 də 1024-ə yaxındır da bir simvol 10 bit olur. 300 bitin içində 10 bit neçə dəfədir? 30 dəfə. Burada 300 yazmışam. 30 dəfə. Aydındır. Nə aydın deyilsə zəhmət olmasa soruş. Kompüterin yaddaşında olan 50 simvoldan ibarət mətn yaddaşda 25 bayt yer tutur. İndi bu 25 baytı mən çevirməliyəm bitə. 25 baytı bitə çevirəndə 8-ə vuranda 200. 50 simvol 200 bit tutursa, simvolun biri 4 bit tuturmuş da demək. Simvolun biri 4 bit tutursa, onda imtahana az qaldı cümləsində dırnaqları nəzərə almadan neçə simvol var, nə qədər tutacaq? 1, 2, 3, 4, 5, 6, 7, 8,
Mən məsələn gözüm görmür. Bir dənə sayaq da bunu. 1, 2, 3, 4, 17-dir müəllim, səhv eləmirəmsə. 9, 10, 17-dir. 12, 13, 14, 15, 16, 17. Hə, 17 simvolu var. Bir simvol nə qədər oldu? 4 bit olmadı. Bir simvol 68 bit. 68 bit. Byte yox ha, bit. Bit müəllim. Bəli. Kompüterin yaddaşda olan 50 simvoldan ibarət mətin 25 byte eyni sual deyil. Hə, burada da bir simvol 6 bit deyil. Əlifbanın gücünü soruşursa 2 üstə 6 64. Təqdim edək görək nə qədər yazdı. Səhvmi çıxarayım? Yavır olar. Deyirlər özünə ərişdi. Ay, bu niyə səhv elədik? Müəllim, səhv çıxdı yerimə. Yavır oldu. Əlifbanın gücünü tapın. Nəyi səhv eləmişik? Şifahi hesabladı müəllim onu ona görə. Hə, ola bilər. Müəllim öz Cavab atdınız elədi sizdə. cavabı atdım elə bilər. 50 simvoldan ibarət yaddaşda 25 byte yer tutursa, 25 byte nə qədər oldu? Bir sual 4 bit olur axı ay müəllim. 25 byte 200 bit eləmir. 200-ü də 50-yə bölündə 4 düşmür biri. O da 16. 4 düşür, bəli. 16 eləyir C variantı. 25 byte yer tutursa, hə, 4. Mən 6 götürdüm. Hə, texniki səhv elədim də. Həmişə müəllimə, mənim qismətim taleyimdir. Hər dəfə miqdə də həmişə bir sualı belə səhv eləyirəm. Yox müəllim, o suala baxmadınız. Elə belə dedi yeni sualdı cavabı. Ona görə. 2020-də axırıncı dəfə girmişəm də, 22-də 2 sualı texniki səhv edirəm. Hər dəfə 1-2, yəni heç vaxt mən 100% yaza bilmirəm və ya 1 ya 2 sualı səhv edirəm. İnşallah sertifikasiya da eləməliyik. İnşallah. Müəllimlər, vaxtımız bitir. Alkış Sağollaşırıq. Sağ olun. Sağ olun. Gecəniz xeyrə Sağ qalsın. olun, İnşallah növbəti dərsimizdə SketchUp keçərik. Sağ olun. Allah amanında olun. Sağ olun. Demişdiniz, həftə arası. Sağ olun.